Birləşmiş Ştatlar federal hökuməti fəaliyyətini dayandırıb. Demokrat və respublikaçılar arasında ortaq məxrəc əldə olunmadığı üçün belə bir qərar qəbul edilib. Mövcud vəziyyətlə bağlı hər iki tərəf bir-birini günahlandırır. Amerika Birləşmiş Ştatları Konqresi federal maliyyə axınını saxlamaq üçün qanun layihəsini qəbul edə bilmədiyinə görə federal hökumət fəaliyyətini dayandırıb. Demokratlar və respublikaçılar, eləcə də Prezident Donald Trump maliyyələşdirilmənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər. Oktyabrın 1-dən etibarən federal işçilər məzuniyyətə göndərilir və hökumətə bağlı xidmətlər fəaliyyətini dayandırır. Baş verənlərlə bağlı respublikaçılarla demokratlar bir-birlərini ittiham edirlər. Nəhayət, aylarla davam edən tələblərdən və artan təzyiqlərdən sonra dünən Ağ Evə prezident və respublikaçı liderlərlə görüşməyə getdik. Qapalı qapılar arxasından çox aydın göründü ki, prezident Amerikalılara yaşatdığı fəlakətin miqyasını tam anlamır. Trump'ın tarifləri, iqtisadi siyasəti, təmiz enerji siyasəti və fəlakətli səhvləri sayəsində Amerikalılar üçün xərclər sürətlə artmağa davam edir. Fikir ayrılığı əsasən səhiyyə və sosial xərclərlə bağlıdır. Demokratlar hökumətin səhiyyə sahəsində proqramları genişləndirməsini istəyirlər. Eyni zamanda dövlət xərclərinin artırılmasını dəstəkləyirlər. Demokratlar həmçinin progressiv vergi sistemi, yəni yüksək gəlirli təbəqənin daha çox vergi ödəməsinin tərəfdarıdırlar. Respublikaçılar isə xərclərin azaldılması və vergi sisteminin sadələşdirilməsini dəstəkləyirlər. Birləşmiş Ştatlar prezidenti Donald Trump bu məsələdə demokratları günahlandırıb. Demokratlar hökumətin fəaliyyətinin dayandırılmasını istəyirlər. Belə olduqda isə ixtisarlar etmək lazım gəlir. Ona görə də biz bir çox insanı işdən çıxarmalı olacağıq və bu onlara çox ciddi şəkildə təsir göstərəcək. Və demokratlar, onlar demokrat olaraq qalacaqlar. Amma shutdownlardan da yaxşı nəticə çıxa bilər. Biz bir çox şeylərdən xilas ola bilərik. Onların hamısı demokratların istədiyi şeylərdir. Federal hökumətin fəaliyyətinin dayandırılması isə bir çox dövlət qulluqçunun məzuniyyətə göndərilməsi və əmək haqqı ala bilməməsi deməkdir. Bundan başqa bir sıra sosial xidmətlər dayandırılacaq. Bu, həm də dövlət sektorunda çalışan bir çox əməkdaşın işdən çıxarılması ilə nəticələnəcək. Bununla belə prosesin uzun müddət davam etməyəcəyini düşünənlər də var. Konkret halda demokratların istəyi budur ki, respublikaçılar aşağı gəlirli Amerikalılar üçün ayrılan 1 trilyon dollarlıq səhiyyə və sosial yardım vəsaitini bərpa etsinlər. Respublikaçılar isə bu ilin əvvəlindəki qətnamə qəbul olunanda həmin xərcləri ixtisar etmişdilər. Mən gözləyirəm ki, onlar bir neçə həftədə mübahisə edəcəklər. Sonda yenidən müvəqqəti qətnamə qəbul ediləcək, maliyyə bərpa olunacaq və hökumət işləməyə davam edəcək. Birləşmiş Ştatlardakı hökumət böhranı dünyaya da təsirsiz ötüşməyib. Bu ölkənin Azərbaycandakı səfirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bildirilir ki, hazırda Amerika Birləşmiş Ştatlarında, eləcə də xaricdəki Amerika Birləşmiş Ştatları səfirlikləri və konsulluqlarında planlaşdırılan pasport və viza tranzit xidmətləri imkan daxilində maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək. Ekspertlərin fikrincə problemin Azərbaycana əlavə təsirləri də mümkündür. Səfirliklə işlərlə əlaqədar ola bilər. Konsulluq işləri və yaxud da Amerika səfirliyi və yaxud da Amerikaya gedişlə əlaqədar problemlər yaşaya bilərlər və vətəndaşlara birbaşa təsiri bu formada ola bilər. Amma dolayı təsiri Azərbaycana prosesin sırf enerji qiymətlərinin aşağı düşməsi ilə ixrac etdiyimiz əsas resursların qiyməti ucuzlaşması ilə belə ölkəyə gələn valyutanın həcminə neqativ təsiridir. Yəni birbaşa bundan başqa belə deyək də təsir mövcud deyil. Xatırladaq ki, Birləşmiş Ştatlarda 1981-ci ildən bugünədək 19 dəfə hökumətin fəaliyyətini dayandırılması halı baş verib. Onların bəziləri 3 gün və ya daha az davam etsə də, uzun müddətli dayandırılmalar federal idarələrin fəaliyyətinə ciddi təsir göstərib. Ən uzun müddətli böhran 2018-2019-cu illərdə baş tutub. Həmin müddət 35 gün davam edib. Bunun səbəbi isə demokratların Donald Trump'ın Meksika ilə sərhəddə divar tikintisinə dair tələbi ilə razılaşmaması olub.